Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Qusar rayonunda. Qusar rayonunda biz qabaqcıl, nümunəvi və təqaüddə olan müəllimlər haqqında çəkilişlər dəfələrlə eləmişik. Həm müxtəlif mətbu orqanlarda, həm jurnalımızda, saytlərimizdə və çox gözəl təsadüfi bir gündür ki, 10 il bundan qabaq, 15 il bundan qabaq Çağdaş Təhsil tərəfindən müəllimin adına fəxrəman verilmişdi. Və indi bu günləri müəllim təqaüddə olan müəllim kimidir. Gəlmişim müəllimlə bağlı gözəl çəkiliş eləyək. Bəli, biz Qusar rayonunda Quzunqışlaq kənd tam orta məktəbində həyatını, ömrünü təhsilə fəda vermiş müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. Müəllim də sizi xoş gördük. Adınız, soyadınız? Havalar Şevkat Qulov. Çox gözəl. Neçə il təhsildə çalışmısınız? Təhsildə 51 il. Vay maşallah. 51 il təhsil sahəsində canını fəda vermiş müəllimlərdən biridir və hansı fənn tədris eləmisiniz? Coğrafya. Coğrafya. Çox gözəl. Neçə il direktor işləmişsiniz müəllim? 10 il Quzunquşlarda işləmişəm. Quzunquşlar tam orta məktəbində. Bəli. 15 ildə Zindanburov işləmişəm məktəbində. Zindanburov işləmişəm. Çox gözəl. 25 il cəmi elə mən. 25 il demək 51 ilin 51 təhsil stajı olubdur. Onun 25 ilini məktəb direktoru kimi müəllim çalışıbdır və imtahanlı təqaüddədir. Təqaüddə olmağına baxmayaraq yenə də bütün şagirdlər və müəllimlər tərəfindən sevilən müəllimdir. Müəllim həm kənddə ağsaqqal, həm o cümlədən də gözəl ziyallı, gözəl el ağsaqqalı və gözəl atadır, gözəl babadır və ona görə sizə özünüzdən sağ ol deyirik. Sizi təbrik edirik. Çağdaş Təhsil komandası olaraq jurnalımızda müəllim haqqında gözəl şəkildə məqalə verəcəyik, sosial şəbəkələrdə işlandıracağıq. Bugündən sonra bizə can sağlığı arzu edirik müəllim. Bir daha təbrik edirik. Hər zaman vətəniniz başınıza eləyəsiniz. Müəllim, övladlarınıza, nəvələrinizə, şagirdlərinizə, tələbələrinizə özrək sözlərinizi. Şagirdlərə ürək sizin bundan ibarətdir ki, yaxşı oxusunlar, təhsil alsınlar, Azərbaycan Respublikasına xidmət edəcək vətəndaş kimi yetişsinlər. Amin. Və biz də siz kimi müəllimlərə fəxr edirik, qürur duyuruq. Hər zaman vətəniniz başınıza eləsin. Təşəkkürlər, minnətdaram. Sağ olun. Bəli, hörmətli izləyicilərimiz, mən istəyirəm ki, müəllimin həyat yoldaşlığının haqqında ürək söz desin. Bizə çəkilişdən əvvəl bildirdi ki, müəllim gözəl ata, gözəl ailə başçısı. İstəyirəm çəkilişin dərinə desin. Xanım, bir daha sizi xoş gördük. Adınız, soyadınız? Sağolay Ludmila. Ludmila xanım, nə arzuluyorsunuz? Nə deyə bilərsiniz müəllimə? Necə ata olub, necə baba olub, necə müəllim, necə ziyalıdır? Ziyalı kimi çox yaxşı, bir uşaqlarımın atası kimi daha da yaxşı, həyat yoldaşım kimi lap yaxşı. Hər şeydən razıyam. Ona uzun ömür can sağlığı arzu edirəm. Təşəkkürlər və sizə də uzun ömür can sağlığı arzu edirik. Arzu edirik müəllimi 70 yaşında, 80 yaşında gələk gözəl çəkişlər eləyək. Təşəkkürlər, minnətdaram. Sağ olun.